Sizə bu günlərim mən yenidən bir mətn testi təqdim edirəm. Bu mətn testi sonuncu müəllimlərin işə qəbul imtahanında istifadə olunubdur. Gəlin sualla tanış olaq. Sualı birinci özünüz oxuyub tanış olun, dayandıra bilərsiniz. Davam edək. Əslində bu sualın üzərində, yəni mətni oxumuşuq, mətn haqqında müəyyən dərəcədə məlumatımız var. Yəni yalılarla bağlı mətndən söhbət gedir. Xalq rəqslərindən olan yalıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyibdir. Ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya, Qaya üstü rəsmlərdə, daha sonra isə Nizami Gəncəvinin Xosrov və Şirin poemasına rast gəlinir. Digər xalqlarda da yalıya bənzər rəqslər mövcuddur. Yollar ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sırayla gedib cəngəllikdə yol açma yozumu var. Ona görə də yol adlandırılıb. Rəvayətə görə ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşmalarının simvolik olaraq göstərilməsidir. Yerli adı da bununla bağlı olubdur. Hər iki versiya həqiqətə az oxşasa da, oxşadığından rəqsin adı yallı olaraq qalıbdır. Bu da səhv-səhv düzülüb, əl-ələ vermək, birlikdə olmaq mənasını daşıyır. Mətnin məzmunu ilə səsləşən fikirləri müəyyənləşdirin. Yəni, bir növ desək ki, məzmuna uyğunluq təşkil edən. Havanın küləkli olduğu zamanlar ibtidai insanların şadlıq rəmzi kimi qeyd olunur. Baxaq, burada nə deyir? Deyir ki, rəvayətə görə ibtidai insanlar uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşmalarının simvolik olaraq göstərilməsidir. Bu da deyir ki, havanın küləkli olduğu zamanlar ibtidai insanların şadlıq rəmzi kimi qeyd olunur. Yoxsa o şadlıq rəmzi yox, orada uçmağa hazırlaşmalarının simvolik rəmzi olaraq təqdim olunur. Əsaslandırma düz deyil. Bütün etimoloji versiyalar eyni dərəcədə əsassız olmuşdur. Bütün etimoloji versiyalar eyni dərəcədə əsassız olmuşdur. Belə bir nəticə çıxarmaq olmur axı. Deyir ki, hər iki versiya həqiqətə az oxşadığından, amma demir ki, tamamilə əsassızdır. Bu yanlışdır. Mətnin məzmununda folklor elementlərini müşahidə etmək olarmı? Olar. Çünki burada deyir ki, rəvayətə görə, eyni zamanda insanların uğurlu ovdan sonra o ətrafında keçirdiyi şadlığın rəmzidir. Sonra ova gedərkən sırayla gedib cəngəllikdə yol açma yozumu var. Ona görə də yol adlandırılıb. Yəni, burada folklor deyəndə qədimdə bunlardan istifadə olunubdur. Folklor elementləri dedikdə, yəni o şifahi xalq ədəbiyyatı nümunələrini bir anlıq yadımızda salaq. İnsanların məşğuliyyətləri, insanların ənənələri, adətləri, bu kimi şeyləri də burada görməyimiz mümkündür. Rəqsin yaşının dəqiq müəyyənləşdirə bilməməsi onun qədimliyinə işarə eləyir. Bəli, konkret olaraq biz bilmirik. Qobustan, Gəmiqaya rəsmləri bu konkret, məsəl üçün, qədimə gedib çıxır. Xosrov və Şirində bunun adı çəkilir. Rəvayətə görə deyir, tamamilə ibtidai insanlar deyir. Tam dəqiq bilmirik deyə, bu qədimdir deyə bilirik. Yollular versiyasında ov və cəngəllik detalları konkret coğrafi şəraitə işarə edir. Burada baxaq, bəli, burada axı deyir ki, deməli, yollular. Yollular ifadəsi niyə görə konkret işarə eləyir? Çünki orada cəngəllikləri açmaq üçün istifadə ediblər. O da deyir ki, versiyasında ov və cəngəllik detalları konkret coğrafi şəraitə işarə edir ki, həmin onların yaşadığı ərazilərdə cəngəlliklər olub. Bu da sübut eləyir. Ona görə də burada 3, 4, 5 doğru cavabımızdır. C variantı belə. Ümid edirəm hər kəs üçün faydalı oldu. Növbəti videoda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.